Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, Azərbaycanda yeniləşən insanlar tariximizdə elə də çox deyil. Hər dəfə cəmiyyətimizdə hansısa bir geriçilik amillərini görəndə biz dönüb yenidən Mirzə Fətəli Axundovu yeniləşdiririk və onu bu dövrə gətiririk və onun baxış bucağından cəmiyyətin harda boşluqları olduğunu görürük. Və o yeniləşən insanların içində müstəsna yeri olan tarixi şəxsiyyət Heydər Əliyevdir. Və biz bugün 44 günlük savaşdan geri dönəndə hamısının bu proseslərin mənbəyində Heydər Əliyevin hansısa atdığı təməli görə bilirik. Bizim özümüz də vaxtı ilə Heydər Əliyevə qarşı müxalifətdə olan insanlar belə bu yeniləşmiş baxışı qəbul elədilər və səmimi şəkildə Azərbaycan dövlətinin o dönəmində həqiqətən də onun gördüyü müstəsna işləri biz artıq dərk eləmiş olduq. Və buradakı video süjetdə də mən təşəkkür edirəm. Çox gözəl bir video süjet hazırlanıbdır. Və orada çox anlamlı bir Heydər Əliyevin bir misalını gətirmək istəyirəm. Və ən böyük uğurunun səbəbini söyləmək istəyirəm. Ən böyük uğurun səbəbi real tarixi doğru oxumaqdan başlayır. Və Heydər Əliyev real tarixi doğru oxuduğuna görə hansı dövrdə olmağından asılı olmayaraq xalqa xidmətin işıq ucu gələn bütün yollarını tapa bildi. Və uğurun səbəbi budur. Hətta müstəqillik dövründə də biz xarici təhdidlərlə üz-üzə qalanda necə neytrallaşdıraq deyə düşündüyümüz vaxtda neft amili ilə, başqa amillərlə bunu bacaran bir siyasət izlədi. Və orada bir fikir söylədi ki, biz tarixdə ilk müasir demokratik dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini bərpa edərək Azərbaycanın müstəqilliyini möhkəmlədəcəyik. Həqiqətən də o ənənədən kənara çıxmadan və yeni dövrün şərtlərinə uyğun Azərbaycan dövlətini möhkəmlətdi. Sonra başqa bir çıxışında qeyd edirdi ki, biz Sovet rejimində yaşayırdıq. Bu rejimin mahiyyətini dəyişmək gücünə sahib deyildik. Onda mən qarşıma hədəf qoydum ki, Azərbaycan Sovet Sosialist Cümhuriyyətini necə tanıdaq və Azərbaycan xalqını SSR məkanında necə tanıda bilək və onun haqqında müsbət bir obraz yarada bilək. Və o dövrdə də bütün fəaliyyətini buna sərf etmiş oldu. Və bütün bu məsələlər həm də onu göstərir ki, 1995-ci ildə Konstitusiyanın qəbulu ilə Azərbaycan dövlətinin hüquqi təməlini də kifayət qədər ciddi şəkildə möhkəmlətmiş oldu. Və həmən Konstitusiya pluralist demokratiyanın əsasını qoydu, parlamentdə çoxpartiyalılıq prinsipinin təmin olunmasına zəmin hazırladı. Eyni zamanda Qarabağ probleminin həlli istiqamətində də verilən cavabda video süjetdə də göründü ki, bu Konstitusiyanın ərazi bütövlüyümüzün bərpa olunacağına xidmət eləyəcəyini əvvəlcədən qətiyyətli şəkildə söyləmiş oldu. Və ona görə də bu məsələlər hər halda daha çox illər keçəndən sonra hesab edirəm ki, hər dəfə tarix irəlilədikcə biz Heydər Əliyev obrazının yeniləşməsinin bir daha şahidi olacağıq. Və sevindirici ki, 2024-cü ilin 19 sentyabrında Azərbaycan prezidenti tərəfindən dövlət suverenliyi günü elan olundu və bu ildə Konstitusiya və suverenlik elan edilməsi də əsas məqsədi nədir? Azərbaycan cəmiyyətini əyalət düşüncəsindən çıxarıb qlobal düşüncəyə yönətməkdir. Yəni, sosial şərtlər nə olur olsun, dövlətin əsas problemi təhlükəsizliyin qorumaqdır. Baxın, biz 94-cü ildə neft siyasəti ilə Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin qorunması məsələsini həll elədik. 30 il sonra Zelenski gecikmiş şəkildə ölkənin sərvətləri ilə, mümkün sərvətləri ilə bağlı oranın müstəqilliyini qorumağın yollarını axtarır, təhlükəsizliyin yollarını axtarır. Yəni, bu tarixi müqayisə onu göstərir ki, haradasa 30 il gecikmək, görün hansısa bir dövlətin müstəqilliyini itirməyə qədər gətirib çıxa biləcək bir prosesləri körüklüyür. O baxımdan da mən hesab edirəm ki, biz bu tarixi varisliyi bundan sonra davam etdirərək, real tariximizə münasibətimizi davam etdirərək və bu kursun Azərbaycanda gələcəkdə də
uğur qazanmasını təmin edərək bütövlükdə dövlətimiz ətrafında sıx birləşməli və bütün xarici təhdidlərə qarşı hamımız ayıq-sayıq olmalıyıq.